Sizin kağıt həmişə qəhrəmanlığı ilə tanınır, düzdür? O bir dənə də mahnı var idi. Bir qarış torpağı vermədi. Bir qarış torpağı yada vermədi höcətdir. Çox sərtdir Gədəbəylilər. Düşmənə bir dərddir Gədəbəylilər. 92-ci illərdə bax oralar o dağın ağacında toplanır. Oradan bizim toplar durub atırdı. Buradan. Hə. O baş kəndin arasında orta görünürmü? Ot yığdılar belə. Elə biraz qabaqda baş kəndin arası. Buradan da atırdılar bizlərə. Biz də avqustlarda bax o dağlarda ot çalırdı o. Yeni yetmə dövrlərimiz idi 92 illərdə. Mən tələbə vaxtlarım idi 21-22 yaşlarım. Müharibənin qızğın vaxtlarında. Yay tətilinə gələndə atama kömək edik o dağlarda. Ot yığdı. Onun görə qıraq başımızın üstündən gəlib kəndə düşürdü bax oralara. Sahələrə düşürdü. Çox çətin vəziyyət. Amma siz bu yerləri, bu torpaları tərk eləmədiniz, qaldınız burada. Heç kim getmədi. Hamı da öz yerində, hamı da öz kəndində. İndi qabaqda gedəcək Şınıq dərə 24-25 kənddir, hamısı yerində. İki kəndimiz oradan Qasım Ağalar Mutudərə ermənilər yandırmışdı. Bəli. Cahangir Rüstəmov rəhmətliyin vaxtında. Qısa müddətdə də geri qaytardılar. Məzahir Rüstəmov orada şəhid olmuşdu. Allah rəhmət eləsin bütün şəhidlərimizə.